Mən Məmməd Aytəz. Bugün sizindən 18 iyun sertifikasiyaya düşən suallara baxaq. Belə bir sual düşüb ki, müəllim dərs zamanı qrup işindən istifadə edir. Həyata keçirilmiş iş forması şagirdlərin dərsdə aktivliyini təmin edir. Lakin müəllim qeyri-formal müşahidəsi əsasında müəyyən edir ki, şagirdlərdən biri qrup daxilində passivlik nümayiş etdirir. İndi deyir, bu situasiyada müəllimin atacağı hansı addım daha doğru olar? İndi müəllimlər, əziz müdavimlər, yəni sertifikasiyada iştirak edən müəllimlər bilir ki, yəni oradakı variantlar necə idi. Biz əsasən sualın situasiyasına uyğun deyə bilərik ki, əgər müəllim bir qrup işi təşkil edirsə və o dərsdəki aktivliyi təmin edir, sadəcə müşahidəsindəki bir qrup daxilində passivlik nümayişi varsa, demək burada müəllim nə edə bilər? Yəni birinci ilk öncə düzgün bir mühit qurulmalıdır ki, heç bir şagird geridə qalmasın. Yəni burada müəllimin əsasən skafoldinqliyi olmalıdır ki, o şagirdlərə müəyyən bir dəstək göstərməlidir. Əgər skafoldinqlə bağlı bir cavab var idisə, ən doğru cavabınız o olardı. Yəni müəllim inklüzivliyi, bərabər imkanları qoruyub saxlamalıdır. İkinci sual belədir ki, ingilis dili dərsində müəllim şagirdə oxumağa mətn verir. Şagird mətni oxuyub bitirəndən sonra müəllim onda oxuduğu mətni ümumiləşdirməsini istəyir. Və burada bizdən Bloom taksonomiyanın hansı mərhələsinə uyğun olduğunu soruşur. Bilirik ki, Bloom taksonomiyasının 6 mərhələsi var ki, xatırlamaq, anlamaq, tətbiq etmək, təhlil, dəyərləndirmə, yaratmaq. Əgər şagird artıq mətni oxuyursa, demək o mətn onun yaddaşında, hafizəsində var. Mən artıq oxuduğum bir mətni özüm öz sözümlə ümumiləşdirirəmsə, başa düşdüyümü izah eləyə bilirəmsə, mən onu demək anlamışam, dərk eləmişəm. Biz də bilirdik ki, Bloom taksonomiyasında mahiyyətini dərk eləyib anlamaq, ümumiyyətcə ümumiləşdirirsə, bu artıq aiddir nəyə? Anlamaq mərhələsinə. Əgər bizdən biliyin növünü soruşsaydı, bilirdik ki, biliyin növləri də hansı idi? Faktoloji, konseptual, prosedual, metakognitiv. Yəni artıq ümumiləşdirirəmsə, başa düşürəmsə, dərk edirəm. Bu öz olacaq biliyin növü kimi konseptual bilik. Təfəkkür kimi də yaddaş, hafizədən bağlı olan məntiqi təfəkkürdür. Sonra belə bir sual veriblər ki, formativ qiymətləndirmə haqqında deyilənlərdən hansı doğru deyil? Yəni burada formativ qiymətləndirmə bilirik ki, dərs boyu aparılan, şagirdi hədəfə çatdıran qiymətləndirmədir. Səhv eləmirəmsə variantlarda özünü qiymətləndirmə, yoldaş qiymətləndirməsi, müşahidə də var idi və şagirdin bölmə daxilində bölmənin daha doğrusu sonunda aparılan qiymətləndirmədir deyə bir variant da qeyd olunub. Bilirik ki, bölmə daxili, bölmə sonunda aparılan kiçik summativ qiymətləndirmədir ki, yəni bu formativ qiymətləndirməyə aid deyil. Formativ qiymətləndirmə şagirdin qarşısına çıxan çətinlikləri müəyyən edib, həmin çətinliyi aradan qaldırıb şagirdi hədəfə aparan, yəni dərs boyu aparılan qiymətləndirmədir. Sonra belə bir sual var ki, sinifə yeni gələn şagird öz qeyri-adi geyiminə görə fərqlənir. Şagirdin belə geyim formasına bir qrup yoldaşları istehza ilə yanaşır. Bu səbəbdən şagird məktəbə qarşı həvəssiz olur. Şagirdin digər yoldaşları ilə baş vermiş problemi görür və onu aradan qaldırmaq üçün yeni gələn şagirdin məktəbə qarşı həvəsini artırmaq üçün nə etsələr də effektiv nəticə verər. Biz bilirik ki, İstehza ilə yanaşmaq nədir? Yəni konfliktdir də, düzgün deyil. Burada artıq situasiyaya uyğun gələrək şagirdi bullyingə məruz qoymuş olurlar. Demək, şagird bullyingə məruz qalıbsa, biz bilirdik bullyingin qarşısını almaq üçün mənəvi dəyər aşılamaq, emosional intellekti formalaşdırmaq, psixoloqdan əməkdaşlıq, yəni bullyingin qarşısının alınma yollarına uyğun addım atılmalıdır ki, effektiv nəticəni ala bilək. Əgər siz də imtahana düşən suallardan xəbərdar olmaq istəyirsinizsə, kanalımıza abunə olub şərh yazmağı unutmayın.